dərhal da 1945-də Güney Azərbaycan Türk milləti demokratik hakimiyyətini qurur. Pişəbəri həmən Azərbaycanda dediyim tarixdə Muxtar Azərbaycan Cumhuriyyətini qurur, kabinəsini qurur, dövlətini qurur, özü də dövlət başçısı unvanı ilə seçilir, Təbrizdə Güney Azərbaycan Parlamenti qurulur, Azərbaycan Türk millətinin millət vəkilləri o parlamana seçilib göndərilir və Azərbaycan bölgəsinin idarəsi Azərbaycan millətinin seçdiyi demokratik hakimiyyətin əlindədir. Maalesef bu hakimiyyət buna baxmayaraq ki, inanılmaz hərəkətlər edir, müsbət addımlar atır. Yəni buna heyran qalıblar, həm bölgə və həm Batı, hətta Amerika, Avrupa ki, bu insan dövləti ilə, parlamanı ilə qurduğu hakimiyyətlə nə cür bir ilin sürəcində, müddətində bu qədər irəliyə sarı, önə sarı, qabağa sarı addım ata bilir. Bilirsiniz, qaçan ərbabların və maliklərin yerləri müsadir olunur, qanı sorulmuş, yazıq, əli yalın və ayaq yalın, amma qan təri ilə işləyib, çörək qazanan kətliyə, çobana, əkinçiyə və biçinciyə verilir. Amma qalan ərbab və maliklərin yerlərinə toxunmur. Və fabrikalar tikilir, asfaltlar olur, qırğınlar olur, bütün kətlərdə əksərən mədrəsələr tikilir, Təbriz Universiteti və danışqahı tikilir, 2 fakültə ilə, ədəbiyyat və tibb fakültəsi ilə, fizikçi danışqədəsi ilə. Və rişvət cürm ünvanında tanınır. Rişvə alanları dövlət məmurlarından asılla, qiymətlər şiddətlə kontrol olunur. Demək olar, onlar il sonra, bəlkə əsrlər sonra Azərbaycan Türk milləti ədalət, stabiliş, sakinlik, huzur, dincilik üzün görə bilir. Yəni, insana bənzər bir yaşayışa şahid ola bilir. Ondan sonra bilirsiniz, ondan qabaq və ondan sonrası da köləlikdir. Ərbabların, zalimlərin, quldurların, qəddarların, Fars şüvinizminin, Fars faşizminin gəlladəsi, boyunduruğu və zincirləri Azərbaycan və o biri millətlərin boynunda və ayağındadır və əllərindədir. Yəni, heç insani bir yaşayışa bənzərliyi yoxdur. Azərbaycan Türk milləti o bir ildə 1945-dən 46-ya bir insan yaşayışına bənzər bir yaşayışa şahid ola bilir. Çox mühüm reformular, çox önemli və inanılmaz irəliyə sarı addımlar atılır o bir il Pişəvərinin hakimiyyətində. Və batılı, qərbili ekspertlər, elm adamları, bilim adamları, politikacılar buna heyran qalırlar və deyirlər, bu adam bir müddət iş üstündə qalsaydı nələr edəcəkmiş. Çünki Pəhləvinin o tarixə qədər ki, ən azı bir, yəni onlar ildə iş üstündeydi. Ondan sonra da yəni 57 il təqribən bu dədə oğul iş üstündə olublar. Pəhləvinin 57 ilində eləyə bilmədiyi işi bu bir ildə elir. Əlbəttə bilirsiniz, devam gedir, Fars şüvinizminin nümayəndəsi Moskovaya gəlir, New York'a gedir, Avrupada önemli ülkələrin baş kəndilərinə, onların məsullarıyla, prezidentləriyle, başbakanlarıyla, ya dışişləri bakanlarıyla, yəni vəzir umur xaricə, nüxus vəzir,
rəis cümhur bu tip insanlarla, uluslararası orqanlarla görüşlər edir və nələr lazımdır verir, nələr lazımdır onların vədəsini verir, qovlun verir, sözün verir və bunları təmin edir, bunları razı salır və dönür. Və o hakimiyyəti batıda bir qorxunc, komünist bir hakimiyyət, batıya zidd olan, düşmən olan hakimiyyət kimi